Deməli, həmin günü buyurun. Tapa bildinizsə. Hı -hı. Bəli, 49-50 olur. Hə, var sualınız. Yəqin ki olmalı, çünki bunun axırı qəliz idi. Promo axıra çıxdınız. %53. Bəli, bu sual. Deməli, bu 153 nə idi? Deyir, A və B kranlarından axan suyun miqdarının zamana görə dəyişməsini göstərən qrafik verilmişdir. Keçən illərin buraxılış imtahanına buna bənzər bir sual düşmüşdü. O burada verilməyib deyəsən. Hə, verilib. Bu 169-cu sual, 64-cü sual 9-cu sinif buraxılış imtahanına düşmüşdü. Bu sual. Rəqəmləri başqa idi, amma eyni sualdan idi. İndi bu suallardan buraxılış imtahanına salırlar bu belə qrafikdir. Burada əslində məsələ funksiya dərsi deyil. Sadəcə qrafik olduğu üçün bu dərsdə bunlar yer alır. Məsələn, 153. 153-də bizə sadəcə qrafik üzərindən məlumat veriblər. Nə məlumat veribdir? Bizə verir ki, A və B kranlarından axan suyun miqdarını zamana görə dəyişməsini göstərən qrafiklər verilibdir. Həcmi 100 litr olan boş hovuzu doldurmaq üçün A kranı boşaltmaq üçün B kranı isə eyni anda açılsın 9 saat açıq qalarsa, hovuzun neçə faizi dolmuş olar? İndi biz burada nə görürük? Biz görürük ki, A kranı 2 saata 18 litr su axır. A kranından 2 saata, yəni mənə qrafikdə göstərdikləri odur. 2 saata 18 litr su axır. Üzərindəki nöqtəyə baxıram. 2 saata 18 litr su. B kranından isə nə görürəm? 3 saata 15 litr su axır. 3 saata 15 litr su axır. Yəni, orada verilən məlumat budur. Grafikin işi bura qədər idi. İndi keçək məsələni həll etməyə. Biz vahid zamanda görülən işə görə həll edirik. 1 saata A-dan neçə litr su axır? 18 böl 2, 9 litr su axır. B kranından isə 1 saata 5 litr su axır. A kranı hovuzu doldurur, B kranı boşaldır. Əgər hər ikisini eyni zamanda açıb 1 saat açıq saxlasaq, 1 saatın tamamında hovuzda 4 litr su olar. Düzdür? Çünki o birisi 9 litr su tökür ora, o birisi de onun 4 litrini aparır. Daha sonra 5'ini aparır. Qaldı 4 litr. Yəni 1 saat ikisini də açıq saxlasam, hovuzda cəmi 4 litr su olar. Bizdə isə bunlar 9 saat açıq saxlanılıbdır. Yəni 9 saata hovuzda 36 litr su olacaq. Hovuzun da həcmi 100 litrdirsə, onda deyir bu hovuzun neçə faizi dolmuş olar? Yəni 36 litr 100 litrin neçə faizidir? 36 faizi. Aydın oldu. Yəni orada cədvəldə bizə sadəcə, yəni qrafikdə məlumat verirlər. Başqa heç bir şey yoxdur. O məlumatı götürüb tətbiq eləməliyik. Bəli, 57. İzah edirəm. Olsa bunların hamısı yadımda idi. Yəni bunu ötürmək niyyətim yox idi. Prosto yadımdan çıxmış işləyim dəftərlər kimləsə dəyişimsə gətirsin. Deməli, qrafikdə Ayxan və Elminin verilmiş zaman ərzində hazırladıqları detalların sayı göstərilir. Yəni mənə qrafikdə nə göstərir? Qrafikdə göstərir ki, Ayxan 8 günə 40 detal hazırlayır. Ayxan 8 günə 40 detal. Baxın, Ayxanı göstərən qrafikin üzərində bizə bir dənə nöqtə qeyd ediblər. Günə 8, detalın sayına 40 uyğun gəlir. Yəni 8 günə 40 detal hazırlayır. Elmin isə 10 günə 15 dənə detal hazırlayır. 10 günə 15 detal. Deyir ki, bunlar birlikdə 130 detalı neçə günə hazırlayırlar. Yenə biz bir gündə görülən işi tapmalıyıq. Bir günə Ayxan neçə detal hazırlayır? 5. 40 böl 8, 5 detal.
Elmin bir günə neçə detal hazırlayır? 1.5 detal. Onda x'i bir gün işləsələr neçə detal hazırlayarlar? 6,5 detal. X'i birlikdə. Yəni biri 5'in hazır, olsa birini bütün birini yarsın. Onda bunlar 130 detalı neçə günə hazırlayacaqlarını tapmaq üçün 130'u bölürük 6,5'e deyirik 20 günə hazırlayarlar. Aydın oldu. Sonra. Bəli. Bunlar düzdür. 9'da istifadə olmayıb, amma istifadə olunur belə suallar. Burada da qeyri-adi bir şey yoxdur. Diaqramdan məlumatı götürdük. Bax, biz diaqrama baxanda fx funksiyası üçün nə görürük? A-nı 2 görürük, B-ni 4 görürük, C-ni də 7 görürük. Yəni bu deməkdir ki, fx funksiyasının tənliyi 2x kvadratı üstə gəl 4x plus 7'dir. Gx funksiyası üçün diaqrama baxanda A-nı 4 görürəm, B-ni 8 görürəm, C-ni 6 görürəm. Bu deməkdir ki, bu mənfi 4x kvadratı üstə gəl 8x minus 6'dır. Burada cədvəldə deyil funksiyaları yazın, yazdıq. İkisinin də funksiyasını yazdıq. Sonra təpə nöqtəsinin koordinatlarını tap. Birincini tapaq. M bərabər mənfi B böl 2A'ya görə M mənfi 1 edir. Və M'i tapandan sonra N'i tapmağın ən asan yolu olar ki, aparım X'in yerinə M'i qoyum. Mənfi 1'i qoyum X'in yerinə. Eləyər 2 çıx 4 üstə gəl 7. Yəni 5. Deməli, birinci parabolanın təpə nöqtəsi mənfi 1, 5'dir. Birinci parabolanın. İkincini hesablayayım. Buradakı M mənfi B böl 2A'ya görə 1 edir. Onda N'i tapmaq üçün həmin funksiyada X'in yerinə 1'i qoysam, mənfi 4 üstə gəl 8 çıx 6 eləyəcək mənfi 2. Deməli, ikinci parabolanın da təpə nöqtəsi 1 mənfi 2'dir. Bunu da yazdım. Yəni, qeyri-adi bir şey yoxdur. Üçüncü cədvəldə deyir ki, cədvəlin üçüncü hissəsində yerləşdiririk. Yəni, qrafiki yerləşdiririk. Bunun üçün, bax, təpə nöqtəsi birincinin mənfi 1, 5 idi. Təpə nöqtəsi buradadır. Və bunun qolları yuxarıdırsa, bu qrafik hansı rüblərdə yerləşəcək? 1 və 2'də. Aydın mı? Bu ancaq 2'də qala bilməz. Çünki bu nə vaxtsa gedib y-oxunu kəsəcək. Nə vaxt kəsəcəyi də bəllidir. Nə vaxt kəsəcək? 0, 7 nöqtəsində. Düzdür? Yəni, C onun orada onu kəsmə nöqtəsini göstərir. Yəni, kəsəcəyi üçün o tərəfə keçir. İkincisi isə, bu oldu birinci, ikinci. 1 mənfi 2. 1 mənfi 2. Bunun təpə nöqtəsi üzü aşağıdır. Çünki A-sı neçə idi? Mənfi 4 idi. Ona görə bu qrafikdə üzü aşağı olduğu üçün neçənci rüblərdə yerləşir? 3-cü və 4-cü rüblərdə. Aydın oldu. Yəni, bu da belə bir sual idi. Sonra, yəqin ki, 160. Bəli. 11-ci sinif buraxılış imtahanında istifadə ediblər bu sualı. Maraqlı bir sualdır. Deməli, 2 dənə şagirdlər CA və CB düz xəttləri üzrə yönələn mail müstəvilər üzərində bu CA, bu da CB. Mail müstəvilər üzərində kürələrlə təcrübə aparılır. Bu sadəcə modelləşdirilib də bir sual. Bizim o hissəsi deyil maraqlı olan. Və CA düz xəttinin tənliyi 2x plus n'dir. CB düz xəttinin tənliyi də 3x plus m'dir. Bunu da gördük. C nöqtəsindən AB düz xəttinə qədər olan məsafə. C nöqtəsindən AB-yə qədər məsafə edəndə oraya çəkilən perpendikulyar. Yəni elə bu OC-nin uzunluğu başa düşülür. OC-nin uzunluğu 1.8-dirsə, deməli C nöqtəsi 0,1.8 nöqtəsidir. Düzdür? Aydın olur bura qədər. İndi bu düz xəttində y-oxunu kəsmə nöqtəsi bu olduğu üçün həm n, həm də n 1.8-dir.
Onların B'sidir də belə desək. Belə də yazıb da görə bilərsiniz. Bu düz xətt oradan keçirsə, x-ə 0-ı verəndə y 1.8 olmalıdır. Deməli, n 1.8-dir. Bu düz xəttdə həmin nöqtədən keçirsə, x-ə 0-ı verəndə y 1.8 olmalıdır. Yəni, m də 1.8. Yəni, bunu onsuz da deyə bilirdik baxanda da. Bu düz xətt oldu belə. 2x üstə gəl 1.8. Bu düz xətt oldu belə. Bizə nə istəyir? A və B nöqtələr arasındakı məsafə. Bunun üçün biz A və B-nin koordinatlarını tapmalıyıq. A və B nöqtələri bu funksiyaların x ox ilə kəsişmə nöqtələrdir. X ox ilə kəsişəndə nə olur? Y 0 olur. Y-ə 0 versək, burada oldu mənfi 0.9. Burada y 0 versək, nə oldu? 0.6. Onda A ilə B nöqtəsi arasındakı məsafə nə qədər olur? 1.5. Yəni, A və B nöqtələri arasındakı məsafə 0.6-dan çıxırıq mənfi 0.9-u eləyir 1.5. Biraz gəlizdir, amma işləmək mümkündür. Sonra, altmış birin bu bölməyə heç bir aidiyyəti yoxdur. Bu niyə buradadır bilmirəm. Yəni, funksiyada aid deyil. Bunu, qiymətlər çoxluğunu veriblər. X-in qiyməti. Təyin oblasına görə veriblər. Bəli. Əslində, buna bənzər bir sual dimdə o bir mövzularda rasional kəsirlər dərsində verirdilər. Məntiq eynidir onsuz da. 165. Qoy 4-ü də deyim. Yəqin ki, 4-ü də yazmayanlar var. Və dediyim kimi, keçən il bunun bənzəri idi, rəqəmləri fərqli idi sadəcə. Deyir, qrafikdə test tapşırıqlarını eyni gündə yerinə yetirməyə başlayan Səid və Elmirin hər günün sonunda qalan suallarının sayının günlərə görə dəyişməsini göstərən qrafik verilmişdir. Neçənci günün sonunda Səid və Elmirin qalan sual sayları bərabər olar. Buyur. Açıq bənzər. Pərzəni aç belə. Lövhə görsənir yəqin ki. Deməli, qrafikdə test tapşırıqlarının eyni gündə yerinə yetirməyə başlayır. Biz nə görürük qrafikdən? Səid 2000 testi 20 günə yetirir. 2000 testi 20 günə yerinə yetirib bitirir. Yəni, qrafik onu göstərir. Çünki bax, burada qalan testin sayıdır 0-cı gün. Başlayanda 2000 testi var. 20 günün sonunda qalan sual sayı 0-dır. Bunu görürük. Elmir isə 1500 testi 30 günə bitiribdir. 1500 testi 30 günə bitirir. Yəni, buradan göstərdikləri budur. Neçənci günün sonunda Səid və Elmirin qalan sual sayıları bərabər olur. Bir günə Səid neçə test işləyir? 100. 2000 testi 20 günə bitiribsə, 100 test işləyir bir günə. Elmir neçə test işləyir bir günə? 50. Tutaq ki, x-inci günün sonunda bunların sual sayı bərabər olur. İşçiyə gedirlər və burada qrafiklərin kəşfliyi yerdə qalan sualı qalır. X günə Səid neçə test işləyəcək? 100 vurulsun x. X testlər hər gün 100 işləyir. 100 vur x test. Məsələn, 5 günə 500 işləyir. Düzdür? Və x-inci günün sonunda bunun neçə testi qalacaq? 2000 çıx 100x. Aydın olmur? İndi, Elmir hər gün 50 test işləyirsə, x günə 50x işləyir, həmin günün sonunda qalan sual sayı olur 1500 çıxılsın 50x. İndi bunların bərabər olduğu günü axtarırıq. Yəni, hansı gündür ki, həmin günün sonunda sualların sayı bərabər qalır. 50x bərabər 500, x bərabər 10.
Bu 10-cu günün sonunda olur. Çünki 10 gün ərzində Səid 1000 test işləyir, mini qalır. Elmir də 500 test işləyir, yenə mini qalır. Yəni açıq düşür də bu sual da belə həll edirsən. Xeyr, həllin yazı tapmalısan. Bax, bu mənim yazdığım izahı oraya yazmalısan. Bəli. Sadəcə sən cavabı fikirləşmirsən ki, görüm bu nə vaxt olar, ona 0 verir. Bu OTK-da zətdə seçməyə yazıda bal verirlər. Dimdə seçməyə yazıda bal vermirlər. OTK bəzi sualları elə 1, 2, 3 qoydum, tapdıma bal verir. Amma dimdə o suala elə bal vermirlər seçməyə. Sözlə yazma, bucaq olanları sözlə yazmasa, işarələyib yazsın. İndi burada işarələmək olmur axı. Burada elədir ki, mən bunu sözlə qeyd eləməliyəm ki, Səid bir günə bu qədər test işlədi, Elmir bu qədər test işlədi. Amma bucaq olan adı... Yox, seçmə nə idi? Yəni fikirləşsən ki, görəsən nədə X-a bunu verir. Onsuz da bunu həll eləməz. Yəni deyirəm, OTK onu verir. Heç mən gözləmirdim, o keçən dəfəki sınaqlarda ona vermişdi bal. Amma dimdə elə olmur. Dim bunun konkret həllinə bal verir. Hadi keçən ki budur. Mən bura qədər fırlamamışam. Keçən il 9-lara düşən bu sualın özü idi. Bu Akiflə Elnur olan sual idi. Deyirəm, rəqəmləri fərqli idi. Bu olubdu oradakı. Mən bura çevirib bunu görmədim. Bunu gördüm yəni. Nasıl desem var idi. Yadımda qalmayıb. Yəni bu var idi konkret, yadımdadır. Birində buydu, birində də funksiyaya aid başqa bir şey var idi nəsə. Sonra 165 deyən oldu deyəsən bayaq. Bəli. 10 gün. Bəli. Cavab oldu 10 gün. Sual vermiş ki, neçənci günün sonunda qalan sual sayı bərabər olacaq. Ona görə də mən ikisində də qalan sual sayını bir-birinə bərabərləşdirərək alınan tənliyi həll edib tapdım ki, 10 günün sonunda bunların qalan sual sayı bərabər olacaq. 165. Y bərabərdir. X minus 2'nin kvadratı plus 3 funksiyasının qrafikliyi. Onun apsisofuna, koordinat başlanğıcına ordinat oxuna nəzərən simmetrik çevrilməsindən alınan parabolanın düsturlarını yazın. Düsturlarını istəyir. Yəni burada qrafik çəkməkdən söhbət getmir. Amma biz görmək üçün şəkil çəkək ki, anlayaq nə baş verir. Bax, bizim əlimizdəki parabolanın təpə nöqtəsinin koordinatları 2, 3'dür. Ta ki, burada elə belə qeyd edirəm. Bu nöqtə 2, 3 nöqtəsidir. Bu veriləndir. Və qolları yuxarı olan bir paraboladır. Birinci deyir ki, apsis oxuna nəzərən. X oxuna nəzərən bunu simmetrik çevirəndə həmin parabolanın təpə nöqtəsi olacaq 2, -3. Düzdür? Apsis oxuna nəzərən simmetrik çevirəmsə. Onda da simmetrik olması üçün qolları da aşağı olacaq. Bax, buna da diqqət eləməliyik. Ona görə birinci yazılacaq düstur A-sı mənfi olacağı üçün mənfi x minus 2'nin kvadratı minus 3 olacaq. Təpə nöqtəyə görə M2'dir, N -3'dür. Və qolları da aşağı olmalıdır ki, simmetrik olsun. Qatlayanda üst-üstə düşsünlər. Koordinat başlanğıcına nəzərən. Koordinat başlanğıcına nəzərən simmetrik olacaq funksiyanın təpə nöqtəsi olur -2, -3. Və onun da qolları aşağı olmalıdır. Ona görə ikincidə də A mənfidir. X plus 2'nin kvadratı minus 3. Ordinat oxuna nəzərən. Bu birinci ilə ordinat oxuna nəzərən simmetrik olan buradadır. Yəni təpə nöqtəsi -2, 3'dədir. Və təbii ki, də qolları yuxarıdır. Ona görə A'sı müsbətdir. Olur X plus 2'nin kvadratı plus 3. Bax, bunlardan söhbət gedir. Sonra. Bəli, 66 ilə onun eynisidir. Sadəcə rəqəmləri dəyişiblər. Yəqin ki, 68, 69 olar. Bəli. Bunlar da yenə buraxılış imtahanında istifadə edilə bilər ətraflı suallarda. Deyir ki, Y bərabər 2x plus B funksiyasının qrafiki apsis oxunu A nöqtəsində kəsir. Yəni bu AB funksiyası A və B nöqtələrini keçən düz xətt budur.
Və bu düz xəttlər bir-birinə perpendikulyardır. Deyir ki, A və C nöqtələri arasındakı məsafəni tapın. A və C nöqtəsi arasındakı məsafə tapmaq üçün mən gedib C nöqtəsinin koordinatlarını tapmalıyam. A var əlimdə. -3, 0-dır. İndi, birinci, y bərabər 2x plus b funksiyasının qrafiki dediyi budur. A və B nöqtəsindən keçən düz xəttdir. Deyir ki, bu apsis oxunu A, ordinat oxunu B-də kəsir. A nöqtəsinin koordinatları bəllidir. Aparıb, burada x-in yerinə -3, y-in yerinə 0 qoyaraq B-ni tapa bilərəm. 2 vur -3 üstə gəl B 0'dırsa B neçədir? 6. Yəni bu deməkdir ki, A və B nöqtələrindən keçən düz xətt 2x plus 6'dır. Düzdür? İndi buna əsasən mən bu B nöqtəsinin koordinatlarını tapa bilirəm. Nədir B nöqtəsinin koordinatları? 0, 6. Bəli. Çünki həmin düz xəttin y oxu ilə kəsişmə nöqtəsi olduğu üçün x-ə 0'ı verəndə y 6 edir. B nöqtəsi 0, 6'dır. İndi bu BC düz xətti AB düz xəttinə perpendikulyardırsa, onların bucaq əmsallarının hasili -1 eləməlidir. Bunun bucaq əmsalı -2'dir. Onda o biri düz xəttin bucaq əmsalı müsbət 2'də 1 olmalıdır. Düzdür? Onda belə çıxır ki, həmin düz xətt 2'də 1 x plus 6'dır. BC'nin 6 olduğu bilinir. Çünki y oxunu 0,6'da kəsir o da. Lütfən nə oldu? Nə ilişdin? Niyə müsbət 2? Hə, yuxarı baxmamışam, deyənə elə yazmışam. Düz deyirsən. Yuxarı elə fikir verməmişəm. Heç burada baxmadım. Elə bir -2 yazmışdım yuxarıda. Bu oldu -2'də 1. Bəli. Y bərabər -2'də 1 x plus 6. Bu BC düz xəttinin tənliyidir. İndi bu C nöqtəsinin sual biraz uzun sualdır. Mərhələlər var içində. Həll eləməliyik. C nöqtəsinin koordinatını tapmaq üçün mən nə etməliyəm? Burada x-ə 0 verməliyim. Qoy bunu bu tərəfdən yazım altdan. Orada da yeri qalsın. 2 vurulsun K2 -1 idisə K2'ni -2'də 1 tapmışdıq. İndi bu düz xəttin y oxu ilə kəsişmə nöqtəsi 0,6 olduğu üçün tənliyini yazmışıq. Qalır x oxu ilə kəsişmə nöqtəsini tapmaq. Y-ə 0 versək x bərabər oldu 12. A ilə C-nin arasındakı məsafə neçə olur? 15. Yəni biraz uzun sualdır. Diqqət tələb eləyir. Hər mərhələsini addım-addım yazmaq lazımdır. Aydın oldu. Sonra başqa. Dəftəri tapanlarda kimdə nə qaldı? Bilirəm. Arada qalan deyirəm. 69 oxtardığını mən də bilirəm. Məsələn, 62 ola bilər. Yadımdadır ki, Məhəmməd səhv yazmışdı bunu. 162'də, 62'də bunları. Bunu Şahin də yazmaz. Çox güman ki. 162'ni. Necə yazaraq Şahin? Bu dəqiqə yadıma düşməz. Aha. Deməli, parabolanın müxtəlif verilmə formaları var ki, onlardan da biri onun təpə nöqtəsinə görə verilmə formasıdır. X minus m'in kvadrat plus n. Bizə bu şəkildə verilən parabolanın təpə nöqtəsi -3, 1 nöqtəsi olduğu üçün m-lə n-i aparaq qoyaq yerinə. A vurulsun, x üstə gəl 3'ün kvadratı çıx 1. Bəli, bu y oxunu 0,4 nöqtəsində kəsdiyi üçün x-ə 0 verəndə y 4 olmalıdır. Bu da eləyir 9a bərabərdir. Deməli, biz plus 1 yazmaqdan bir dəqiqə yox, hənə plus 1. Deməli, 5 eləmir. 3 eləyir. A oldu 3'də 1. İndi tənliyi yaza bilərik artıq. Yazırıq 3'də 1 vur. X plus 3'ün kvadratı üstə gəl 1. Bunu da, yəni müxtəsər vurma düsturunu da açıb sadələşdirsək
3'də 1 x kvadratı üstə gəl 2x üstə gəl 4 alırıq. Yəni bax bunu belə eləməliyik. Bundan da buraxılış imtahanlarına düşür parabolanın verilən qrafikinə görə onun təlliyini yazmaq. Necə? F3-də tapacam. Birinci A-nı, B-ni, C-ni istəyir. Bunları yazın. Deyir A-nı, B-ni, C-ni tapın. Bir də F3 istəyir. F3 də deyəndə aparıb x-in yerinə 3 qoyarsan. 3'də 1 vur 9, 2 vur 3, üstə gəl 4. 3, üstə gəl 6, üstə gəl 4, eləyir 13. Sən dəftərin burada deyil ki, Məhəmməd? Tap baxırsan, buna nə yazmışsan, nə yazmamsan? Başka? Aha, ondandır. Başka? Aha. 140. Hı -hı. 140, bəli. Bu da maraqlı bir sualdır. 140'ın cevabı funksiyalar bircə saniye. Düz yapsan. Hı -hı. Ben de dedim, indi baxdım da ora baxmadım da dedilərdi. Yəni bu 140 da maraqlı bir sualdır. Bərabərsizlər bölməsinə bağlıdır, amma bərabərsizlərdə biz paraboladan danışmıyoruz. Bax deyir ki, bu yəqin ki bunu yazmayanlar olub. Bu bərabərsizliyin həllinin -2, 4 nöqtəsi olması, aralıq olması. Bu deməkdir ki, bizə verilmiş parabola absis oxunu -2 və 4'də kəsir. Çünki köklərin kənarında müsbətdir, köklərin arasında mənfidir. Yəni bu iki ədəd, həmin bu x kvadratı üstə gəl bx üstə gəl c bərabər 0 tənliyinin köklərini göstərir bizə. Ona görə də b-ni və c-ni çevrilmiş kvadrat tənliyi olduğu üçün Viet teoremindən tapırıq. B köklərin cəminin əksidir. Köklərin cəmi 2'dir, əksi -2'dir. C köklərin hasilidir. Yəni bizim parabolanın tənliyi oldu bu. Bunu eləyəndən sonra hələ bir də bizdən təpə nöqtəni istəyir. Yəni m-ni. M bərabərdir -b böl 2a düsturuna görə 1 eləyir. N də bərabərdir. Düsturla eləyə bilərik. Elə 1'i qoyaq yerinə. 1 çıx 2 çıx 8 eləyir -9. Yəni 1 -9 nöqtəsi idi. Başqa? Hı -hı. Təxmini başa düşdüm, nə demək istəyirsən? Heç birinə mənfi çıxmır. Xeyr. Bax, kök altda a-nın kvadratı modulda a-dır. Buradan modulda -17 çıxır, burada da modulda 14. İkisinin də modulu müsbətdir. Bəli, cüt dərəcəsi. Kökün çöldə belə niyə olmasın ki? Məsələn, yazın -kök altda 16, -4 deməkdir. Kökdən 4 çıxır, mənfi də durur öz yerində. Ay bala, bu -kök altda 16, yəni -1 vur kök altda 16 deməkdir. Niyə mənası olmasın? Kökün altında mənfi olunur. Olmur bala. Cüt dərəcəli kökün altında mənfi ədəd olmur. Bəli. Təkdə olurdu. Niyə bala? Məsələn, 5-ci dərəcədən -32. Belə deyirsən, mən də başa düşdüm. Nə deyirsən? Deyirəm ki, cüt dərəcədən kökün altında mənfi ədədin mənası yoxdur. Yəni, bunun mənası yoxdur. Cüt dərəcə kökün altında yalnız müsbət ədəd və 0 ola bilər. Mənfi ədəd ola bilməz. Amma tək dərəcədə mənfi də olar, müsbət də olar, 0 da olar. Başqa dəftəri burada olanlardan heç kim sual qalmaz ki bundan da. Hə? 100%. Yaxşı, bir dənə bu qalmışdı. Bunu da